Əziz izləyicilər, Binəqədi qəsəbəsində Qubsalı belə bir üstü paket 5 otaqlı həyət evimiz satışa çıxıb. Belə bir həyət hissəsi var evimizin, gördüyünüz kimi çox geniş. 3 sot 700-də tikilib bu evimiz. Ümumi sahəsi 3 sot 700-dür. Belə bir geniş həyəti var. Evimiz əşyalı satılır. Belə bir həyətində bulağı var. Tam rahatlıqla 2 maşın daxil ola bilər. Əlavə bağı da var. Yan hissəsində evimizin, baxın, bütün pəncərələr reşotkalıdır. Evimizdə elektronika əşyalarından başqa hamısı qalacaq. Evimizin giriş hissəsi belədir, koridor sistemi ilədir. Evimiz 5 otaqlıdır. Belə bir koridor sistemimiz var. Girişdə belə bir sanitar qovşağımız, gördüyünüz kimi səliqəli şəkildə. Daha sonra belə bir mətbəx otağımız var. Mətbəx mebeli, hər bir şey evdə qalacaq. Yoldan 100 metr aralıdır evimiz. Ana yoldan. Evimizin sənədi Qubsadır. Belə bir zalımız var. Qonaq otağımız. Bütün pəncərələri də evin öz həyət hissəsinə baxır. Üstüdə paketdir. Bütün qaz, işıq, su sayğacları hamısı da var. Daimidir. Belə bir yataq otağımız var. Gördüyünüz kimi. Evimizə belə deyim də sadəcə 2025-2026 stili remont lazımdır. Yəni köhnə stildə inşa olunan evimizdir. Daha sonra belə bir ikinci yataq otağımız var. Gördüyünüz kimi hər bir pəncərəsi öz həyət hissəsinə baxır. Yəni geniş və açıqdır. Heç biri bağlı deyil pəncərələrin. Burası isə üçüncü yataq otağımızdır. Gördüyünüz kimi evimizdə elektronikadan başqa bütün əşyalar qalacaq. Qeyd edim ki, stil sistemi də kombi sistemidir. Evimiz 100-150 metr yoldan aralıda yerləşir, avtobus yolundan. 165 nömrəli avtobus yolundan. Daha sonra həyət hissəsinin görünüşü belədir. Evimizin sənədi də Qubsadır. Bir daha qeyd edim. Bura isə evimizin 4-cü yataq otağıdır. Sadəcə evə yüngülvari remont işləri, kosmetik işləri lazımdır. Bu evimizlə maraqlananlar bizlərlə əlaqə saxlaya bilər. Evimiz 5 otaqlıdır. 165 nömrəli marşrut xəttindən 100-150 metr aralıda yerləşir. Sənədi isə Qubsadır. Sağ olun, salamat qalın.